Bildiğiniz kimi Bəhmənin 22'sinin il dönümüdür. 1357 ilin Bəhmən ayının 22'sinde İran'da büyük bir hadise yüz vermiştir. Ve siyasi bir devrim, siyasi bir kaba geniş değişiklik İran'da baş vermiştir ve bu vasıtayla 56 yıllık Pəhləvi sülaləsinin hakimiyyəti, 56 yıl siyasi istibdadın süründən sonra xalqların etirazları, geniş etirazları ve usyanları vasıtasıyla bir il ərəfəsində mücadilədən sonra qudrətdən alınmış ve Pəhləvi sülaləsi qaçmağa məcbur olmuşdu. Bu bir ilin ərəfəsində, yəni 29 Bəhmən 1356 ildə Təbrizdə baş verən geniş bir etiraz vasıtasıyla Pəhləvi sülaləsinin istibdadının sonunun qoymasının bir başlangıç noktası olmuştu. Bu mücadilə bir il ərəfəsində sürdü ve bu bir ilin ərəfəsində yavaş yavaş ortalarda bir alternatif meydana çıktı. Ruhullah Xumeyni'nin şəkilləri bir molla, bir dini xadim ve bir səbəbdənsə Şah rejimi tərəfindən təbid olunmuş ve Irak'ta yaşayan bir xadimi dininin şəkilləri meydana çıktı. Ki güya bu adam Şah rejimine etiraz etmiştir. Kimse özünden sormadı ki Xumeyni Şah rejiminin neyine etiraz etmişti. Ama sonralar belli olur ki bu etirazlar, yani Xumeyni'nin etirazı Şah rejiminde olan Qərbin medeniyetinin görüntülerine, o cümleden kadın azadlığına, kadınların hicapsız dolanmalarına itiraz etmişmiş. Yani irticai açıdan Şah rejimi itirazları için İran'dan təbid olunmuştur. Ve neçə ildən sonra İran'da yaşayan xalqlarının etirazının sonucunda bu adam bir siyasi alternatif kimi meydana atılmıştır. O hardan necə meydana gelmiştir söz konusu değil. Şərait o elə bir alternatifi, yani İran'da olan zihniyet, xalqların içinde olan bilim, anlayış, siyasi anlayışın seviyesi o seviyede olmasıydı ki Xumeyni kimi bir ünsürü, bir lider kimi kabul etsinler diye söz konusudur. Yoksa Xumeyni olmasaydı başka bir adda meydana gelebilirdi. Herhalde yani bu meydana gelen hadise bir alternatifin yaranması 22 Bəhmən xalqların mücadiləsi, həyəcanı, sevinci, şadlığı ve şahın kaçması büyük bir həyəcana ve sevince İran xalqlarının arasında sebep olmuştu. Ve büyük bir sevinç ve şadlıqla gələcəyi gözləmək ve azadlığı axtarmağı hedeflemiştiler. Xumeyni İran'a dönür. Kısa zamanda bir hakimiyetin kurmağı ile karanlık havalar esmeye başlanır. Bir kısa zamandan sonra tutuklamalar, siyasi grupların sıkıntı altında kalmaları ve siyasi faalların tutuklamaları söz konusu olur. Herkes təəccüblənir ve her halda İran'da yeni bir rejimin formalaşması ve dini kesimin bu rejimden himayeti ve sonra seçimlerde təəssüflə 98% İran İslam Cumhuriyeti'nin ses getirmesi herkesin sesini, her bir itiraz sesini İran'da bastırmağa çalışır. Kısa zamanda itirazlar, siyasi teşkilatların hamısı bastırılır. Ve 60'cı illerden biraz geçmişten de İran'da bir itiraz sesi kalmış. Baskı çok geniş vasıtada kapsayır İran'ı. Herkes kederli, herkes narahat, herkes təəccüblü. Yani İran'da Şah rejiminin kaldırması ve yeni bir azadlığa çağıran ve azadlık yoluna giden bir rejiminin seçilmesinin sonuçlarını belə qaranlıq olmasını kimse hatta hədsdə vura bilmirmiş.
Bu şəraitdə hətta şahçılar belə çalışırdılar onların, yəni Pəhləvi sülaləsinin istibdadi siyasətinin ötbasır etsinlər. Amma diqqətlə baxırsaq, İranda İran İslam Cumhuriyyətinin meydana gəlməsi və 22 Bəhmən 1357-ci ildə bir dini rejimin İranda formalaşmasının köklərini əvvəlcə şahın və Pəhləvi sülaləsinin 57 il hakimiyyətində axtarmaq lazımdır. Geniş vasitədə yoxsulluq, geniş vasitədə bahalıq və geniş vasitədə sansur. Əsas nədənlər olur. Sansur nə demək? Xəbərsizlik. Bu sansur yalnız mətbuat və ruznamələr filan deyil, yalnız televizyon və radyo deyil. Bu sansuru məktəb kitablarında, universitet kitablarında, tarix kitablarında və yazılan kitablarında, hətta dövlətin sifariş verdiyi yazı yayılan ideolojide axtarmaq olur. Bir ifrati, nasyonalisti, şovinisti ideoloji ilə yürütülən bir hakimiyyət və onun sayəsində ciddicə bir baskı rejimi və sistematik bir sərkub əsasında bir rejim formalaşmış və həyatına devam etmişdir. Siz fikir edin ki, 56 il sansordan sonra bu xalqın nədən xəbər ola bilər? Bir azadca mətbuat yazmasalar, siyasi sistemlər analiz olmasa, dini sistemlər tarixdə hangi rol oynayıblar, dini hakimiyyətdə nə rol oynayıblar, sekulər hakimiyyətlər nə olub, istibdadi hakimiyyət nədir, demokrasi nədir, azadlıq nədir, insan haqları nədir deyə mübahisə olunmasa mətbuatda, bu xalq necə ondan bir şey bilə bilər? Necə ağah ola bilər və necə bir imkan və şərait yanında seçilə bilər? Əlbəttə ki, 1357-ci ilin ərəfəsində 22 Bəhmən gəldiyində xalqın seçmə imkanı yoxudur. Seçim bir bilgiyə, bir təcrübəyə dayanandı. Bu xalqın hangi təcrübə və hangi bilim əsasında keçən 57-ci ildə istibdadi Pəhləvinin istibdadları kölgəsində eləyə bilərdi, əldə etsin. Sonuc, yəni xəbərsizliyin, siyasi, ictimai cəhlin və əsasda və kökdə demək olar yoxsulluğun sonucu İran İslam Cumhuriyyətinin meydana gəlməsi və o xalq tərəfindən %98% səs ilə onaylanmasıydı. Bəhmənin 22-sinin dərsləri xalqlar üçün çox həyati və önəm daşıyan bir faktordur. Yəni, diqqət etsəniz, 22 Bəhməndə bu xalq üsyanı, geçən bir ilin içində edən etirazlar, təzahüratlar və geniş vasitədə kütləvi hərəkətlərin bir şey sakıncalı idi, əski idi. Xalq istibdadın yıxılmasını istəyirdilər, amma nə onun yerinə qoyacaqlarını bir şey bilmirdilər. Alternativ nə olacaq, siyasi bədil bu rejimdən sonra nə olacaq deyə kimsə bir şey bilmirdi. Yalnız azadlıq şuarı verdilər. Və azadlıq şuarı versələr də ondan bir şey bilmirdilər. Çünki sonraki seçilən rejim, İran İslam Cumhuriyyəti göstərdi ki, azadlıqdan heç bir əsər orada yoxdur. Və bu deməkdir ki, xalq da azadlıq şuarını verirdisə, ondan bir şey bilmirmiş. İkinci və ən önəmli faktorlardan ki, İranda yeni istibdadı, yəni şah rejiminin devriləndən və İran İslam Cumhuriyyətinin formalaşmasına kömək etdi və yeni istibdadı formalaşdı, yalnız mərkəzçi bir hərəkət İranda oldu. Yəni, İranda bir hərəkət qaldırılmışdı. İran yapısı fərqli xalqlardan formalaşır. Yəni, Türk xalqı, Fars xalqı, Arab xalqı, Kürt xalqı, Bəluç xalqı, Lorlar, Türkmənlər bu İranda yaşayırlar. Əgərsə İran rejiminin, yəni dəyişməsindən, şah rejiminin dəyişməsindən qabaq bu xalqlar eləyə bilsəydilər, özlərinə siyasi güc qazansınlar, siyasi otorite qazansınlar, İran, yəni şah rejimi dəyişiləndə siyasi qüdrət bir mərkəzə yığılmayacaqdı. Bir mərkəzdə olmayacaqdı. Fərqli mərkəzlərdə olacaqdı. Yəni,
deyək, bu xalqların öz bölgələrində olacaqdı. Farsların içində olacaqdı. Kürdistanda bir güc olacaqdı. Azərbaycanda bir güc olacaqdı. Bəluçistanda və ya Loristanda və ya Türkmen səhrada güclər, siyasi güclər və otoritelər formalaşacaqdı. Və bu otoritenin, bu fərqli güclər səbəb olacaqdı ki, bir mərkəzçi, baskıcı və bir totaliter hakimiyyətin formalaşmasının qarşısı alınsın. Və bu vasitələ İranda istibdadın, yeni istibdadın formalaşmasının qarşısı alınsın. Təəssüflə 22 bəhmən 1357-ci ildə belə bir hadisə yoxdur. Kürdistanda bir hərəkətlər, Azərbaycanda bir hərəkətlər və Bəluçistanda və ya Ərəbistanda, Əhvazda hərəkətlər oldu əlbəttə. Amma o elə bir olumlu, elə bir güclü hərəkət deyirdilər ki, eləyə bilsin özlərinə bir mərkəz, özlərinə bir otorite, özlərinə bir güc sağlasınlar ki, bunlar hakim mərkəz güclərinin qarşısında devam etsinlər və həyatlarını saxlasınlar. Təəssüflə elə bir güc yoxdur. Və onun olmasının sonucu İranda yeni istibdadın formalaşmasına və İran İslam Cumhuriyyətinin şəraitini yaratmasına səbəb olmuşdur. Dediyim kimi, Şah rejiminin sansorunun kölgəsində 56 illik sansor, bilməzlik, bilməməzlik, cəhli deyək, siyasi, ictimai cəhlin sonuclarında dinçilik meydandaydı. Yəni, ruhaniyyətin hər bir məsciddə, hər bir məhəllədə, hər bir şəhərdə, hər bir kənddə, hər bir dağın dalısında olan kör kəndə belə ruhaninin olması və mübəlliğ və bir siyasi təşkili, dini təşkilatın siyasi təşkilatı çevirməsi və ruhaniyyəti təbliğ eləməsinin nəticəsində belə bir məsələ ortaya gəlmişdir. Və İran İslam Cumhuriyyəti tarixin ən baskıcı dini və teokratik bir hakimiyyəti formalaşmışdır. Və bu nədənsə, yəni o sansorun meydandan qaldırılmasıydı. Bir tərəfdən də bu azadlıq sözünün dedim, yəni içi boş olması, bu şüarın içi boş olması. İranda şərait, ya xalqların içində də əsasən şərait ki, məsələ deyək, bu insan haqları, insan bərabər dəyəri. Azadlıq nə demək yəni? İnsanın bərabər dəyərini mənimsəmək ki, insan fərq eləməz bunun dinindən, bunun dilindən, bunun rəngindən, bunun cinsiyyətindən asılı olmayaraq insan bərabər dəyər sahibidir deyə belə bir düşüncə, belə bir ideoloji, belə bir fikir, belə bir hüquq, belə bir baxış açısı yəni meydanda olmaması əlbəttə ki, bu siyasi çatışmalar və siyasi təxalüflər, siyasi qrupların arasında bir-birini təhəmmül eləməməyə nədən olurdu. Yəni, fikri ixtilaf nəticəsində düşmənlik meydana gəlirdi. O cümlədən insan haqları bəyannaməsində olan fikir azadlığına inam yox və ona bir təhəmmül də yoxdur. Yəni, mənsə bir fikrim var, mənim müxalif fikirlərim meydanda olmalıdır və onları düşməncə görməm. Bu əsasən istibdadi fikrin formalaşmasına nədən oldu? Təşkilat və təşkilatlaşmaların azadlığının qarşısı alınması. Yəni bir toplumda hər bir düşüncə özünə bir təşkilat, özünə bir organizasyon formalaşdırır və o vasitələ bir hizb və ya sazman və ya hər vasitələ fəaliyyət etməyə çalışır, onun qarşısını alması və onu düşmən görməsin. Yəni, geçəndə 22 bəhmənə baxanda o faktorlar ki, eləyə biləcəkdi demokrasini və ya azadlığı İranda təmin etsin, heç biri yerində deyildi. O cümlədən fərqli siyasi mərkəzlərin formalaşması neçə milliyyətli İranda ki, eləyə bilərdi xalqların özlərinin bir siyasi otorite ilə meydanda olsun və o otorite vasitəsilə siyasi gücü bölsünlər. Eləyə bilərdilər bu ağahlıq dedik, bu sansor məsələsinin haqqında belə bir düşüncə meydana gəlsin ki, insan haqlarını, o cümlədən insanın bərabər dəyəri rəsmiyyəti tanınsın və xalqlar içində yayılsın. Düşüncə azadlığı rəsmiyyəti tanınsın. Təşkilat azadlığı rəsmiyyəti tanınsın və bu vasitə ilə siyasi güc həm mərkəzdə və həm çevrədə bölünsün və bu vasitə ilə
bir istibdadın formalaşmasına, bir qüdrətin bir yerə yığışmasına o genişlikdə şərait yaranmasın və demokrasinin əvvəl payələri, yəni siyasi gücün bölünməsi İranda bir şərait yaransın. Təəssüflə belə bir durum yoxdur. Bəhmənin 22'si zehniyyət totaliter, yəni cəhl içində edən dinçi bir düşüncə və dinçi bir girayiş və bu xadimani dininin xidmətində olmaq və belə geniş vasitələrlə himayət etmək yalnız xalqı değildi. Yalnız sansura məruz qalan xalqlar değildilər ki, ruhaniyyətdən himayət etdilər. Siyasi təşkilatlar, İranın ən böyük mərkəzdə böyük təşkilatları, bu Mücahidin Xalq, bu Çiriki Fədai, bu sonra əksəriyyət olmuşlar, bu Hizb-i Tudə və CPM Milli, Səhabıgil və Bazırgan ki, əsasən bu rejimin, yəni Nevzət Azadı, tamam təşkilatlar bu rejim xidmətində geçdilər. Yəni kimsə bu şeyi vurma, bu zehniyyət formalaşmasını meydana çıxarsın ki, bu hakimiyyət, dini hakimiyyət, teokratik hakimiyyətin istibdadi, bu sekuler hakimiyyətin istibdadi və diktatorusundan çox geniş vasitədə ziyan vericidir. Və bu acı gerçək İranda ortaya geldi və indi 41 ildir həyatını sürməkdədir və hətta elə bir həyatını sürməkdədir ki, gələcək belə çox qaranlıq və kədər görsənilir. 22 Bəhmən 1357-ci ilin bir gün öncəsi şadlıq, bir neçə ay sonrası kədər mənasını verir. 22 Bəhmən yəni bir ışıq saçan bir tarix değil. Baxmayaraq ki, geçən 56 ilə 57-nin ərəfəsində mücadiləsində çox gələcəyi ışıq görən, həyəcanlı və şadlıq arasında mücadilə gedən və hətta çoxlu canlar verilən və xidmətlər olan bir mücadilənin içində çox ışıq bir gələcək görünürdü. Amma çox qısa zamanda o ışıq gələcək qaranlıq bir dünyaya çevrildi və İran İslam Cumhuriyyəti İranı bürüdü və xalqları zəlalət altına çəkdi. Sıxıntı, baskı, edam, yəni qorxu yaratma toplumda həyatını devam etdi. Yəni İran İslam Cumhuriyyəti yəni qorxu cumhuriyyəti adlandırmaq olur. Yəni 22 Bəhmən bir qorxu cumhuriyyətinin yaranmasının nədəni və səbəbi olmuşdur. Kimsə istəmədən, kimsə arzu etmədən. Ama toplumun en qaranlıq, en irticai, en geriye qalmış gücləri bu şəraitdən, yəni şərait siyasi cəhlin, yoxsulluğun və sansorun nəticəsində olan bilgisizliğin sonucluğunda 22 Bəhmənin sonucu İran İslam Cumhuriyyətinin doğulması və İranın tarixinin en qaranlıq devrini demək olar keçirməsiydi. 22 Bəhmən bir tərəfi ışıq, ötəsi qaranlıqdır. Bu qaranlıqdan qurtarmaq üçün xalqların birgə mücadiləsi, amma bilincili bir mübarizəsi. Məncə 22 Bəhməndən dərs almaq lazım. 22 Bəhməndən sonuçlar almaq lazımdır. Türk toplumunda siyasi təşkilatların formalaşması lazım. Və o təşkilatlar xalq içində otorite qazanmaq lazımdır. Otoritəsiz təşkilat təsirsiz, etkisiz bir təşkilatlardılar. Otoritəli təşkilatlar xalqın gələcəyinə təsir edici və etki buraxan bir təşkilatlar olurlar. Onun üçün bizim gələcəyimizi qaranlıq günlər və 22 Bəhmənlərin təkrar olmamasın deyə xalqımızın içində siyasi düşüncənin genişməsi, təşkilatların formalaşması, fərqli anlayış, ideolojik anlayışların əsasında təşkilatların qurulması və xalq içində yayılması lazımdır. Onsuz hər bir siyasi hərəkət sonuçsuz və hətta qaranlıq sonuçlara vara bilər. 22 Bəhmənin təkrar olmamasını istəməliyik. Işıq günlər üçün ciddi bir mücadiləyə və xalqı maarifləşdirmək üçün çalışmalıyıq. Əsas dərd xalqın maarifləşməsidir. Bu arzu ilə
gələcək işıq günlər üçün mücadiləyə qatılalım. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.